Əziz tamaşaçılar, canlı yayıma qoşulmaq məcburiyyətində qaldıq. Çünki UFC-də nələr baş verir, nələr. 324 və 325 açıqlandı, amma Bəli. açıqlanmaz olaydı. Həqiqətən bizim o əvvəlki videolarda çəkdiyimiz əziyyət, MMA quru ilə söhbətlərimiz, nə bilim mən, DJ ilə canlı yayıma. kim kimlə dalaşsın, DJ ilə canlı yayıma heç gəlmirəm hələ. Hamısı qaldı havada. Təzə döyüşlər açıqlandı. Artıq bilirsiniz ki, yanvar ayından, yəni 2026-cı ildən etibarən UFC döyüşləri artıq pay-per-view dediyimiz modeldən çıxır. Bizi komment yazıb bir-iki qaqaşı ingilis dilində sözlər istifadə eləmək. Yes. Pay-per-view ödə və hər baxmaq üçün ödə proqramından artıq oradan uzaqlaşırlar. Yəni əvvəllər hər dəfə baxmaq üçün ödəniş eləməli idi. Ancaq indi hər dəfə baxmaq üçün ödəniş eləmirsən. Yes. Baxış başı. Əvəzində baxış başı. Əvəzində bu kafirlərin dediyi subscription modelindən çıxırlar. Daha doğrusu keçirlər. O da nədir? Subscription yəni İzləmək. yox. Biz abunə də Abunə, bizim hə. Amma hələ Abunəlik rejiminə, ki rejim də bizim söz. Danışa bilmirəm. işi bağlı ya. Sən çox çöldəsən, Kameranı bağlıya gedək. Hə, abunəlik rejimindən çıxır, abunəlik rejiminə keçirlər. Paramount Plus, yəni Netflix, indi deyərsiniz ki, ingiliscə söz işlətmə. Netflix adı elədi. Adı elədi, hə. Netflix, Təmiz Flix-də yəni. təmiz Flix. Ya da yox Flix. Netflix Tamam. modelinə keçirlər. Yəni ayda 5-dir, 3-dür. Xərcinə də ödəyirsən, artıq hər şeyə baxırsan. Fərqi yoxdur, rəqəmli tədbirdir, yoxsa rəqəmsiz. Yığıncaq, rəqəmsiz, rəqəmli yığıncaq fərqi yoxdur. Ona görə artıq ucuzlaşır da belə baxanda. Yes. Yəni dost tanışla atışıb 10 dollara, 12 dollara aylıq ödəyirsən, yığışıb baxırsan. Amma bu modelin təbii ki, özünün də gətirdiyi fəsadlar bilmirdik ki, var imiş. Nə kimi? Burada öcə mikrofonu sənə vermək istəyirəm. Öncəliklə o tamaşaçılara mən belə yanaşmağımı bəyənmədim. O məncə o tamaşaçılar orada bir narahatçılıqlarını ifadə eləmişlər, amma narahatçılıqları o deyildi ki, siz niyə ingilis... Tamam, o cür bildirə bilərlər fikirlərini, ayrı məsələ, amma bizim niyə ingiliscə danışmağımıza əsəbləşmirdilər. Bəli. Onların əsəbləşdiyi əsl faktor bir sənin nə? Özləri niyə başa düşmür? Biz niyə başa düşmürük, bəli. Onun üçün də kurslar var da. Ay sağ ol, gəl oxu da. Yəni ki, gəl də. Yəni ingilis dili kursları var. O kurslara müraciət edə bilərlər. Buradan ingilis dili kurslarına bir-bir səslənərək yalvarır. Nə adıdır? Bu uşaqları götürün, xərcinə də özləri ödəyəcəklər. Özləri ödəyəcəklər. Amma nə üçün səslənərək yalvarır? Bizə sponsor olun. Bax bu dəqiqədə elə verişlər. Hazır müştəridir də yəni. Sizin reklamınız ola bilərdi və kommentlərdən ən az 2 dənə müştərini biz sizə yönləndirə bilərik. Komment deməyək də. Rəylərdən ən az 2 dənə müştərini biz sizə göndərə bilərdik. Bu bir. İkinci onlardan xahişimiz nədir? Nədir? Müəllim lazımdırsa əgər. Başqa fənlərdən iş təkliflərini açırıq. Belə müraciətlərimizi bitirdiyimizə görə. Amma baxdıqları üçün də təşəkkür edirəm. Çünki o ingilis dilində sözləri eşitmək üçün gərək bir ən azı 1 dəqiqə 30 saniyə videomuza baxıb ona görə də təşəkkürümüzü bildiririk. Bir də Temuya təbii ki. Temuya da ayrı təşəkkürlərimizi bildiririk. Bu qədər. Keçək mikrofonu sənə verdim. İzləmə başı ödə sistemi ümumiyyətcə UFC-dən gedir. İndi bu nöqtədən sonra artıq izləmə başı ödə yox, abunə ol və ödəyərək hər ay izlə modelinə keçir UFC. Bəli. Deməli, həmin bu Paramount'un modelində belə bir problem var ki, Paramount baxır ki, qardaş, bir var ki, izləmə başı ödədə necə idi? Bizə lazımdır ki, məsəl üçün, bugünkü izləmə başı ödədə məşhur olsun ayrı. Yəni izləmə başı ödə əvvəlki pay-per-view modelində belədir ki, indiki şeyi almalıyıq biz, yığıncağı almalıyıq. Bugünkü yığıncağı almalıyıq. Ona görə mənə maraqlıdır ki, bugün kim döyüşür? Bəli. Düzdür? Ona görə
qısa bu çox çətin olur mənim üçün. Short term bir plan eləyirdilər, düzdür? Short term plan eləyirdilər. Onlara da lazımdır ki, bu dəqiqə ən maraqlı, hamının istəyəcəyi, daha çox adamın daha doğrusu istəyəcəyi döyüş hansıdırsa onu təşkil eləyək. Çünki bu dəqiqə biz onu satırıq. Bəli. Amma yanvardan olacaq sistemdə uzun dönəmli bir modeldir. Çünki o Paramount'un vecinə deyil ki, məsələn indiki yığıncaq maraqlı olacaq yoxsa yox. Çünki onsuz da aylıq pulunu alır. Bu dəqiqəki yığıncaq ona maraqlı deyil. Onlara məsələn daha çox sərf edir ki, indi birazdan Diego Lopez məsələsinə gələcək də. Məsələn Meksikalı bir çempion olsun ki, zamanla daha çox Meksikalı subscribe eləsin də bunların sisteminə. Yox, məsələn əvvəlkində axı pay-per-view-yə subscribe eləmək deyə bir şey yoxdur. Bugünkünü alırsan, gələn aykını almaya da bilərsən. Subscription-sa məncə əksinə tərsinə işləyir. Sən indi al, adətən məsələn özünüzdən də fikirləşin də, subscribe olduğunuz nə qədər şeyi vaz keçirsiniz ki, böyle bir problem olmasa. Bəli. Yox, ya adətən qalır da subscribe olduğunuz şey. Mən bu yaxında bir neçəsini bağladım əsəbdən. O yəni ki bir dönüş nöqtəsi olur bağlayırsan. Adətən olmur. Nələr bağladın oraya? Misal üçün VPN-im var idi, bilmirəm niyəsə. Ayda $12 gedirdi avro ilə. Sonra nə bilim Nord. Zoom var idi, işlətmirdim, bağladım. Sonra nə bilim, indi ad çəkirik, burada da reklam olur, negativ reklam. YouTube var idi, YouTube'u bağladım. Bir dənə kimsə demişdi ki, Androiddən free YouTube eləmək olur. O bilirsən onu? Really? No. Səndə freemiumdur? No. Nəsə proqram reklamsız göstərir. Reklamsız. Mən ümumiyyətlə YouTube-un o reklamsıza verilən pul mənə çox yaxşı gəlir. Yes. Açıq, yəni reklam çox əsəblərimə toxunur. Və bir gün sonra da aldım tezdən. YouTube-u aldım. Gördüm ki, odur. Bu Android-də olur o, elə bir app var. Android-də olar. Və bir neçə belə subscription, amma davam elə. Android-də ki sən danışsan. Android-də bəli, OnePlus. Də onda Texnologiyanın ən üstün səviyyəsi. Gülürsən, amma elədir. Bir üstə gəldi mən istədim. Amma yəni, yes. Hətta çıxardıb göstərəcəm. Ora onu yükləyə bilərsən, actually. Məndə o app var idi, sildim. Onun interfeysi çox mənə maraqlı gəlmirdi, narahat eləyirdi ona görə. YouTube-dan girmirsən, başqa yerdən girirsən. No, YouTube-un elə başqa YouTube-dur da o da. OnePlus. O da bir başqa YouTube-dur. Yes, oradan girirsən. Biraz zaman narahat eləyir. Interfeys xoşuma gəlmədi o appdə. Ona sağ bir də ki, ChatGPT-yə $19 verirəm. Verirsən onu istəyir. Amma sənin ChatGPT-li işin var da belə. Sən yoxdur. Əslində mənim də çox yoxdur. Dayandıra bilərəm onu. Dayandırım, ver telefonu mənə. Ordadır. O bir telefon var mənim. Sən söhbət elə. Yəni ki, indi ona görə $19 da, yəni elə ki, YouTube-dan 1 saniyəyə çox qədər pul qazanmırıq. Yes, almost $20'dır. Yes. Az qala 20 edir. Bir ayla görməyə Lap çox. Zilal indi neçədə bilmirəm ona görə. 50 olsa yəni 1000 lira azad eləyir. 1950 lira. Yes. Qoy bunu dayandırım. Nəysə, deyirsən də ChatGPT lazımsızdır biraz açığı. ChatGPT ilə mən tapşırıq hazırlaya bilərəm ancaq. Elə bilərlər ki, elə onsuz da elə belə də eləyirsən də, yəni yox. Elə bilərlər ki, tamaşaçılarımız baxar bu dəqiqə deyər ki, bu nədir? Burada tapşırıqların ChatGPT-də eləyir. Bunda hələ bir fəxrlə deyil. Bu tələbədir, ChatGPT ilə sual həll eləyir, durub cəmaatınsa pis örnək olur. Əsla. Mən müəlliməm, uşaqlara tapşırığı ChatGPT ilə. Və ChatGPT ilə də yoxlayıram. ChatGPT ilə yoxlamıram ya. ChatGPT yoxlamaqda səhv eləyir, ona görə eləmirəm. Amma ChatGPT ilə hazırlayırıq tapşırıqlar. Anyways, texnologiyanı həyatımızın hər nöqtəsində müsbət mənada istifadə edirik. Heç hiss eləməmişəm, görürsən? Ödəməyəndə hiss eləməzsən də amma. Yox, onu demirəm. Yəni ki, premium olmadığını hiss eləməmişəm. I didn't lose anything. Çünki heç nə itirmədim. Çünki çox şey yazmamısan, şəkil məkil istəməmsən. Yes. Amma hər şeyi də atıram, sənə deyim. Yes. Sən bir dənə davam elə görüm. Çox dokument atanda şey eləyir. 5 dənə dokumentdən sonra deyir ki, qaqa saxla. Saxla, Deyir, saxla 24 saat sonra bir də yazarsan. Yes. Belə bir söhbət edir. Əvvəl eləmirdi amma. O da mənə belə şey. Məsələn, YouTube-da əvvəl onsuz da reklam yox idi da. İndi dedilər ki, reklam olacaq. Yəni normalda sənə verdiyim servisi istəyirsənsə, mənə pul ver. Pul ver, bəli. Məncə bu yaxşı bir şey deyil. Düzdür, bizi məcbur saxlayırlar. O vicdani açıdan demirəm ha. Bəli. Məncə sən məndən pul istəyirsənsə, mənə əvvəl eləmədiyin nəyisə serv eləməlisən. Yes, yoxsa məni şirinlikləndir, sonra deyirəm ki, indi əvvəl elədiyimiz
Hətta 10 ildir YouTube-u mən bu cür işlətmişəm. 10 ildən. Sən indi dur mənə denən ki, və yaxud da e-maillə yaz ki. Hə, əvvəl elədiyimiz var idi ya. Exactly ona davam eləyəcəyik. Sənə ekstra heç nə offer eləmirik. Və ekstra heç nə offer eləmədiyimiz şey üçün bizə pul ver. Hərəkət deyil. Hə, yəni pul verməsən nə olur? Sənin experience-i daha da pis eləyirik. Yes, ki iyrənəsən YouTube-dan. Hə, yəni o çox qəribədir. Nəysə. Elə bir şey yoxdur da, sağ birsin, dövlət xəstəxanaların pullu eləyirlər məsələn, normalda pulsuz da. Deyirlər ki, eyni verdiyimiz servis üçün pulludur, amma pulsuz eləməyi istəyirsənsə, pulsuz eləyərsənsə, ya içəri girəndə sənə təpik vuracağıq. Mən onun kimi də, yəni kütüklə sağladıq. Daha da pis eləyəcəyik. Nəysə, whatever. Biz söhbətlərimizə qaydaq ya. İşimizin başına geri dönək. UFC başım sistemi dəyişdi. Dəyişdiyi üçün bu dəqiqə UFC-yə lazımdır ki, daha çox insan sadəcə subscribe eləsin. Daha çox insan subscribe eləyəndən sonrasında Allah kərimdir. Bunu da kim danışırdı? Bu söhbətdən sən danışmısan da danışırıq. Hayda, təzəlicə olub. Cancel edirəm. Elə. Havadan gəlmir Apple. Cancel subscription. Adamın gözünə görünmür. 19 $40 mənə şey endirim verir. Yes. Deyir $30 3 aylıq döysən. Döysən yox. İstə yazdım, yox deyiləm. Hə. Şeydir. Gözünə görsənmir amma gedir. O bir kofe ora, bir kofe bura kimi. 19 budur, 15 avro zoomdur. Ay sağ ol. 10 avrodur, nə qədər avrodur, o birisi zəhrimardır. Elə burada 200 manat $10. Yes. $10 YouTube-dur. Belə bir də baxışdan gör hara vurur. Bizim YouTube-dan 1 saatlıq gəlirimiz elə getdi. Yəni heç nədən. Dediyimiz hər şey düzdür, bir dənə YouTube-dan. Yaxşı yeri düz deyil. Cəmi yarım saat əllə eləyirik. Cəhəsində yarım saat deyəs. Hə, başım bunu deyirsən, Ariel demişdi. Nəyi? TKO. Niyə UFC-nin indiki sistemi? Hə, indiki sistemi fərqi. Vallahi açığı mən çox konspirasiyalara inanan insan deyiləm. Amma məsələn Amerikanın aya çıxmadığına inanıram. Yes. Misal üçün. O konspirasiyadır da, Cem Yılmaz da deyir ki, siz çıxmasaz da çıxdınız deriz. Hansı kinosuna baxardım, o gün orada deyir. Yes. Sözüm Amerikan sinemasına deyir. İndi elə Arif və 216-da da deyəsən, hə. Nəysə. Yo da Arokdadır bəlkə də. Aroqun axırında deyir, sözüm Amerikan sinemasına hər zaman deyir. Yo, amma orada demir onu. Hə, çıxmasan çıxdığını bilmirəm. Başqa yerdə deyir. Amma sözüm Amerikan orada deyir. Nəysə, gəldik mövzumuza. Hə, burada indi konspirasi onu deyir ki, konspirasi sözünün Azərbaycanda tərcüməsi nədir? Onu bilmirəm. Hə, yəni ki o fırıldaq teoriyalar. Fırıldaq teoriyada bizimsi. Çayxana söhbəti. Çayxana söhbəti. Çayxana söhbəti onu deyir ki, bəs əgər bütün bəşəriyyət ki, bəs UFC deyir ki, bunlar subscription modelə keçəndən sonra artıq kimlə gəldi dalaşdıraq, Meksikada fanat çoxsa, indi onlarda data var da, məlumat var, görürlər ki, biz elə adi girib YouTube-muzdan baxa bilirik də, kim baxır, bizə görür kimsə Bakıdan bir nəfər, Gəncədən yarım nəfər. Cənub zonasından 2 nəfər. Yes. Onlar da girib baxırlar, görürlər ki, misal üçün nə bilim 30% fanatlar gəlir Meksikadan. O da deyir ki, qardaş 30-dursa, indi 30 yəni 100-ün 30-u da. Yes. Bizdəki kimi 30 nəfər yox. Hə, 100%-in 30%. Elə bir ki, Almanı 100 yerə 30 dənəsini götürsən. 30 dənə tıqılar. Hə, 100 nəfərdən 30 nəfəri Meksikadırsa, demək bunlara bir hörmət ayırmaq lazımdır da. Ona görə bizə bir Meksikalı çempion olsa gedər. İndi Temboli $10 düşürdüblər. Dayı Meksikalı deyəndə vacib deyil də Meksikada yaşasın. Elə Amerikanın cənubu hamısı Meksikalı. Florida. Hə. Yəni ki, bu $10 artıq necə ki, belə sizin tamaşaçıların gözünün qabağında mən ChatGPT-nin $19-ını cancel elədim. $10 adamın gözünə görünməz də, uşaqlarla yığışmısınız, naxadı alarsan ona. Naxadı yəni dərhal. Dərhal alarsan və biz özümüz də məncə elə olacağıq. Bilmirəm. Bir nəfər içimizdən bir nəfər atışıb onu eləyərik kimi gəlir. Mən açığı hal-hazırda hər pay-per-view-yə $90 verməklə çox xoşbəxtəm. Bu ayrı. Bu arada bu tema haqqında bir şey deyim. Paramount-u deyəsən biz ala bilmirik. Bildiyim qədərilə. Location-a görə. Location-a görə. Bəs necə eləyirik? Bəs necə eləyirik? Mən
deməli keçən dəfə uşaqlardan biri ilə danışırdım. Uşaq dediyim həqiqətən şagirdlərimdən biri. Buradan ona salam göndərirəm Musa. Baxırıq özdə. Musa bizim izləyicimizdir dediyinə görə. Bütün tanışınışda buradan ona denən ki, görmüsənsə mənə gələn həftənin bu vaxtda bir söz deyərsən, misal üçün. Yes. Musa həqiqətən görmüsənsə, bu şeyə baxdınsa, podkasta baxdınsa, gələn həftə deyəndə first time-da gələnsə mənə görəndə bu temanı mention elə, qardaşın sənə 10 bal. Deməli, Musa gəldi mənə nə dedi? Qayıtdı dedi ki, müəllim siz hardan baxırsınız? Qayıtdım dedim ki, mən Rusiyadan almışam. Bəli. Biraz düz düşüb. Rusiya linkləri $90. Amma Russian links. Amma $90. Başım oradan baxıram. Bu qayıtdı ki, elə niyə baxırsınız ki, müəllim? Mən $24 verirəm UFC növ saytında illik $24 bütün eventlərə baxmaq olur. Pay-per-view-ə də. Hə dedi bütün. Nə danışırsan? Valla. O da indi balaca uşaqdır. O heç inandırıcı gəlmədi. But he said so da nə bilim. Girib double check eləmədin. Yalan məlumat oxşadı amma çox. Eləmədim. Mənə də çox yersiz gəldi. İnciməsin ha. Yox, ayrı söhbət amma yəni. Yes, bu nəsə. Uşağa da özüm Musa deyirəm. Baxıb indi deməyəcəklər ki, uşağın adını çəkdi, uşaq özünü pis eləsin. Uşaq bilir ki, özü kimdir. Bəli. Musa deyəndə də bilir ki, özüdür. Eləmi? Musa da adı deyir. Amma deyil də, yəni that's the thing. Nəysə. Gəldi belə bir şey. O üçün indi buna görə söhbət deyirsiniz ki, bu söhbəti nəyə görə elədiniz? 16 dəqiqə 30 saniyədir mövzunun ətrafında fırlanırıq. Onun da əsas səbəbi odur ki, mention eləməyimizin, yəni diqqətinizə gətirməyin əsas məqsədimiz odur ki, nəzərinizə çatdırmaqda əsas məqsədimiz odur ki, hərfi tərcümə elədim. Buradan bütün xarici dillərdə oxuyan tərcüməsi kolleqalarımıza salamlarımızı çatdırırıq. Səs göndərik. Ki, bəs okey. İndi bizə lazımdır belə bir çempion. İndi bununla və döyüşlərin artıq fərqi yoxdur. Kim ulduzdur, kim aydır, kim işıqdır, fərqi yoxdur. Əsas odur ki, maraqlı döyüşlər olsun. Açığı, mən bu fikrin çox əleyhinə deyiləm. Çünki döyüşə baxanda biz də maraqlı. Birdən görürsən ki, Fight Week deyirlər, yəni döyüş həftəsi. Yəni pay-per-view tədbiri deyil, yığıncağı deyil. Amma elə döyüşlər olur ki, sonradan xəbər tutursan, deyirsən ki, kaş ki baxardıq. Yes. Yəni, Volkanovski döyüldü, o birisi döyüldü, bilmirik. İndi bəlkə də əslində elə deyilmiş. Story önəmlidir, hekayə önəmlidir. Amma həm hekayə olsun, həm də belə dalaşan uşaqlar belə knockout olsun, tez-tez, nə bilim, boğulsun, ölsün, belə şeylər olacaqsa, məncə əslində maraqlıdır. Yəni mən indi Xəmzət özümüzünkidir, amma yəni Xəmzət DDP döyüşünün neçəsinə baxmaq istəyirik ki biz. Heç birinə güclə baxdıq, o da çempiondur deyə də. Yes. Eləcə də İslam qardaşımızdır. İslama Range Rover veriblər bir dənə. Bilmirəm öz alıb yoxsa veriblər. Sağlığına qismət. Söhbət onda deyil. Amma yəni o döyüş okeydir İslam. Ay sağ ol. Yəni biraz nəsə insentiv olmalıdır. Insentiv sözünün tərcüməsini bilməyəcəm. İtələmək. Motivasiya. Döyüşü bəli bitirməyə motivasiya olmalıdır. O da ki 50 mindən olası işdə söz açılır. Yəni ki sən kontraktında məncə bir şey olmalıdır ki, tutaq ki döyüşü finishlə bitirsən, nə bilim 200%, 300%, whatever it is da, yəni rəqəmini deyə bilmərəm. Yəni alırdın 100.000, indi 200% qalxıb alırsan. 200% qalxsa 300.000 alırsan. Yes. Yəni 200% əlavə alırsan desəm artıq 400.000. Yes. 100 alasıydın, indi 400 alırsan. Bu artıq bir motivasiyadır da, yəni və final çempionluq döyüşündə bunun olmağı da UFC üçün bomba bir şeydir. Yoxsa ki mən 1 milyon yarım show up eləməyə alıram, 1 milyon yarım da udmağa alıramsa mən nə edirəm, cruise eləyərəm də, yəni yıxım oturum üstündə 5 round, arada bir zərbə zad atım ki söz-söhbət olmasın. Yəni bu əgər biz qəbul ediriksə ki biz burada ən yaxşı martial artı axtarmağa yığışmamışıq da yəni. Yes. O bəlli qutarıb məncə o səbəb. Güləşdi deyirsən. Eləymiş. Eləymiş. Biz bura yığışmışıq ki, biraz güya tanıdığımız adamların bir-birini məhv elədiyini görək. Yes. O decision döyüşlər yaxşı olur, arada yaxşı decision döyüşlər də olur. Dustin Hooker misal üçün.
Amma döyüşür də onlar da bir-birinin üstündə çox döyüşdürür. Max'in bütün decisionları. Max'in bütün decisionlar. Amma məsələn Ian Yerin o gün videosunu görürəm. Hər döyüşdən qabaq deyir ki, I'm gonna put him to the sleep. Bir raunda hazırdır. Bu döyüş sona getməyəcək, amma hələ heç kimi finish eləməyib. Son 6 döyüşü decisiona gedib yəni. Yəni ki, istəmirik də qardaş belə. Onu Yes. mən şeydən eşitdim. Bir də hater var, Kamaru Usman. Ha. Kamaru Usman indi özünə yer eləməyə çalışır axı. Kamaru Usman dedi ki, bəs sən hər döyüş çıxırsan ki, bəs dağıdacam, vuracam, belə eləyəcəm, amma tak decision. Qaçırsan, cəb. O dayan. Kamaru amma ayağına nətər döyür. Kamaru amma heç olmasa demir də elə. Yes, I saw. Elə bir Deyir ki, iddiası çıxıb decisiondan məhv eləyəcəm bunu. Yes, və çıxır decisiondan məhv eləyir. Yes. Belə, amma ən azından Masvidalı öldürüb, misal Yes. üçün. Bir dənə Sonra- nakatı var. Heç kimi, misal üçün. Sonra başqa heç mi? Hə, adi misal üçün Gilbert Burns-ı nakatı. Gilbert Burns-ı da, Actually, TK TKO. nəsə eləmişdi. İndi ona görə əslində məncə düz eləyirlər. Yəni ki, Yes. qardaş, biz maraqlı döyüş görmək istəyirik. Yes, o da top onun içində maraqlı döyüş olursa olsun da. Yes, yes, Həm yes. rankingə, yəni sıralamaya olan hörmətimizi saxlayaq. Yes. Həm də ki, biraz uşaqlarda motivasiya olsun ki, qardaş, siz də bir şey eləyin də, yəni. Düz deyil, indi tamaşaçılar əsəbləşər ki, siz özünüz heç vaxt bildik də. Hər dəfə də bu dillər heç ada. Bir də baxır, gedib bir dənə etsə 5-10 manatdan verək hansısa turnirə qatılarlar, Allah'ım, ayrıca cavab fikir rahat verəcək sözümüz bizə. deyil. Dalaşmışıq da bəs. Hə. Belə, bir tamaşaçı kimi deyirəm də, yəni bir döyüşçü kimi, bir Məhəmməd Əli kimi demirəm bunu, əsəbləşməyin. Yes, Ariel Helvani kimi deyirəm. Ariel Helvani kimi, yes. Yes. Buradan da Cüyüş qardaşlarımıza salamlar olsun. Salamlar bildiririk. Bəsdir cəmaatı da öldü. Qutar. Bəsdir. İndi keçək döyüşlərin özlərinə. Bəli, gələk döyüşlərin özləri. Biraz elə belə ya bu döyüşləri qoymaqla çox səhv eləyiblər, qələt eləyiblər, amma eyni zamanda Yox, o barədə danışaq. Hə, elə Bəli. bir onda danışaq elə. Yes. Gəldi döyüşlərin bir Umar qardaşımız qayıdır. 324-dən başlayaq da onda. Yes, Umar qayıdır Figueiredoya qarşı. Amma Yes. qısa danışaq da, uzatmayaq. Yes. Yanvarda danışarıq. Yes. Umar Figueiredoya qarşı qayıdır. Bilirik ki, Umar bu dəqiqə elə vəziyyətdədir ki, sabah bürsüyün title'a çıxası vəziyyətdədir. Çünki başqa adam yoxdur. 2 qrup hamısını döyüb. İndi inşallah Peter Yan'da məhv eləyəsidir. İnşallah deməyim, mən Peter Yan'ı udmaq istəyirəm açıq. Mən də istəyirəm açığı. Maraqlı olsun da Peter Yan maraqlı dalaşır. Həm də Umar Peter Yan da çox maraqlı Yes, döyüş olar. gedər, Umar gedər. üçün rahat olmaz, Peter üçün rahat olmaz. Yes. Qəşəng döyüş. Hə. İndi yəni ki, Umar Figueiredo'nu udmaq düzdür bir şey deyil bu dövrdə. Prosta başqa adam yoxdur da day. Ona görə Figueiredo Umarı qaldırmaq üçün bir döyüş, həm də ki tez qayıtdı amma Umar. Yes. Sürpriz oldum ona biraz. Yes. Məncə Umar Əməlidir. görüb ki bunlar dalaşırlar dekabrda. Mən tez özümə bir dənə yer eləyim burada. Yes. 2 növbəti title məndən olsun. Mərab dedi ki, mən martda zətdə bir də dalaşmaq istəyirəm. O 100% amma məncə prosta Umar martda orucluq vaxtıdır amma. Hatta çıxsın da orucluq vaxtında Ankalayev kəməri aldı məsələn. Belal da orucluqda almışdı Hə, kəməri. sağ ol, yes. Yəni dalaşır o. Şans versələr, elə sıxıb ona elə bir şans verərlər ki, qoy dalaşır, bəsdir. Ay sağ ol. Nəysə, Burada bu döyüş haqqında hə danışaq. də belə danışmayaq da. Umar Udarzad. Hə də belə danışaq. Döyüş Umar haqqında Udar. vaxtında danışarıq, gələndə döyüş. Alexa Grasso Roznama Yunas. Abi. Bunu keçirik o bir tərəfə. Bunların ikisindən məncə Grasso'nun biraz şansları var. Grasso Shevchenko ilə 4 dəfə döyüşdü axı Grasso. Biraz öyrənmiş olar nəsə Yoxsa deyirsən, 3 hə? dəfə döyüşdü. 3 dəfə idi. Birinci utdu Shevchenkonu, sonra heç elədi, sonra uduzdu. Hə, o döyüş. Hə, yəni ki Grasso Shevchenko yaxın döyüşçülərdir. Namayunassa vaxtı keçib. Nəysə, bunu keçək. Danışa özün də bored oldu. Bu nə danışmaya bundan? Döyüş olanda danışarıq. Valde Costa Acosta. Valdo Cortez Acosta, Derek Lewis'lə. Valdo Cortez'in iyundan bəri 18-ci döyüşüdür. Hər gün dalaşır və çox da yaxşı döyüşür. Yes. Yəni mənada ki, indi də rəqibi çox uyğundur məncə özünə. Yes. Technical döyüşənmir axı Cortez Acosta. Qoy uzatdı. Hə, qoy uzatdı. Qoy uzatdı ki. Qoy uzadın da kralı Derek Lewis. Ay yaşa. Yes. Yəni o döyüş
mənə elə gəlir ki, finish alacaq. Yes. 100% Derek finish Lewis öləcək məncə o döyüşdə. Amma Nasıl kim belə finish fikirləşir? eləyəcək məncə this kind of a coin toss. Heç coin toss deyil. Yox, məncə. Costa. Neçə yaşı var her şey Derek Lewis'in? Derek Lewis'in Yoxsa 38. 38 yaşı var. Baxaq 40 imiş. Yani Derek Lewis Var imiş. yoxdur da yəni. Ha da var imiş də, yəni yoxdur. Derek Lewis birinci round bir dəfə üstünə gəlsə, nəsə vursa, o da belə zad eləyəcək, dəyməyəcək də, yəni yox. Yes. Acosta- Cortez Acosta zona eləyir, müdafiə olunur, risk bilən oldu. Amma o da heç şey eləmir, heç üstünə gedəndə yox. Neçə yaş var Acosta? 34. Doğrudan o da yaşlıdır da. Acosta belə heavyweight 34 yaxşı. Ya yaxşıdır. Belə başını tutur, risk overhand çıxardır da. Şamil də onun üstünə gedir də. Şamilə də riski başladı vurmağa. Yes, bu döyüşdə Derek Lewis'in axırıncı döyüşüdür məncə açıq. Valla UFC Derek Lewis'i məncə Derek Lewis özü Udsa yaxşı olar, hə. Udsa maraqlı olar, yenə kimdənsə çıxardarsan. Prosta çox ucuz baxır vaxtları yox. çox ucuz. Məncə Acosta utsa maraqlı olar. Hə, Deyərik ki, heavyweight-də contender var da. Görüntü döyüş oldu. 4-5 döyüşdü daydalaşdı da bu. Hələ son Kimə 2 uduzub axı? Pavlovicə uduzub da, bro. Yaxşıları uduzub, o birisləri də nakavt eləyir də yavaş-yavaş. Ha, belə okey deyə, yəni onun 16-2-dir rekordu. UFC-də də pis deyil özdə. 7-0-dan başlayıbsa 9-2-dir UFC-də. Yes. Which is pretty good, no? 9-2. Nəysə. Nəysə də ha. F this guy. Cəmaatı da udub da yəni. Yəni fun fight bir rounda dan olar. Number 5-də belə özü. Yes. Bir round. Heavyweight-də işim yoxdur. Anyways. Bantamweight-dən yenə bir döyüş var. Bəli. Bantamweight-dən çalan döyüş var ha. Kimdir? Sean O'Malley, Song Yadong. Sean O'Malley kartda gör nə qədər geri düşüb. Yes. Köftə. Song Yadong axırıncı dəfə elə Henry Cejudo'nu məğlub elədi də. Yes. Gözünə qəşəng barmaqladı, sonra uddu. Yes. Ondan əvvəl səhv eləmirəmsə Petr Yan'la da döyüşmüşdü. Song Yadong hamı ilə döyüşür elə actually. Yes. Bu döyüşdə Sean O'Malley'nin buralara düşməyi biraz sədə oldu. Ne strikingdir bu qaqaş? Yes, strikingdir. Şan Məncə çox udacaq. udacaq yəni. Şan udacaq. Məncə Şanı yenə təzədən Qaldırmaq lazım. Şan çünki belə average Amerika fanatı üçün zordur da. çox əladır. Belə də ki, Şanı mənə elə gəlir ki, ümumiyyətlə Merab xaricində kimə versən Şanın şansı yaxşıdır. Şanla Merabı niyə görmürük, Umarı niyə görmürük? Mənə o şeydir, narahat Mənə də edir. oldu. Ümumiyyətlə məncə UFC orada çox səhv elədi. Yanla Umar, Şanla Umar, Şanla Yan təzdən bunları eləməli idilər. Yes, eləyərlər də. Bu döyüşü udsun. Məncə bu döyüşü udsa Şan. Yəni next döyüşü title eliminator zad ola Yəni bu bilər. vaxta qədər onları döyüşdürməli idilər. Yes, məncə qoruyurdular Şana mənim sözünə çıxır. Okey, Şanı qoruyurlar. Ya Umarla Yanı, məsələn Corey də belə baxanda əslində Umarla da döyüşüb, Jayla da döyüşüb də. Corey uddu axırıncını, hə? Corey Merab'a uduzdu axırıncını. Son döyüşü Merab idi. Ondan sonra dalaşmayıb, hə? Yox. Corey yandan da döyüşüb, Umarla da döyüşüb də. Məsələn, Corey ilə Şan qalıb. Ya orada elə bir 4 dənə yaxşı striker var. Onları bir-biri ilə döyüşdürmək olardı elə bütün vaxt boyu. 4-ü də yəni normal 4-də bir-birinə çox yaxın striker. Aralarında strikingdə Elə Şanla dalaşdı, nə bomba döyüşü idi, Yan dalaşdı, hə. Umarla Corey o qədər yaxşı deyil idi. Yes. Amma yenə 5 round maraqlı döyüş Şanla oldu. O'Malley çox qəşəng gedər, hə? Şanla O'Malley. Yox, Şanla O'Malley, yox, Şanla. Piotr Yandan da qəşəng gedər. O birisi ilə də Sandman-la da yaxşı gedər Şan. Hə, gedər. Bomba gedər. Ya onların hamısını eləmək olar. Neçə vaxt UFC onu eləmir. Son qadın qızadı çıxardı. Nəysə. Bu da belə daha bir bantamweight döyüşü var sonra. Kayla Harrison, Amanda Nunes. Co-main event. Co-main event. Deyirlər ki, greatest woman fight of all time. Recent Ola times. bilər də. Yəni at least oralardadır da, düzdür. Deyir orada bu birisi var, amma bu da oralardadır. Çünki Amanda is coming back. Bu o birisi qız da ki, Olimpiya çempionu 3 dəfə, 4 dəfə, 5 dəfə, 2 dəfə olub, hə? 2 dəfə, yes. Judo? Judo. 2 dəfə judo Olimpiya çempionu. Özündə şəklini də görmüş olarsınız xanımın. Yes, görməmək olmur. Yes. Xanımın xılsı var bir dənə, yəni. Açıqda istəyirəm. Deməli, Təhqir mənasında yox, yəni belə sin mənasında. Çox UFC döyüşçülərindən daha fiziki testosteron qışqırır, yəni. Mənə elə gəlir ki, Kayla Harrison'ı buraxsan Pantoyanı döyər. Elə bir video var ha. Yes. Buraxsan özdə yaxşı dedin, nə buraxsan belə.
Hələ bir tutublar, saxlayıblar, getmək istəyir qoymurlar kimi. Riski Yes. buraxırsan Pantojan döyür. Biraz elə bir Xoruz video var. döyüşü kimi. Burada bir dənə ağıllardakı sual odur ki, deməli 37 yaş var artıq Amandanın, Keylanın 35 yaş var və Amanda 2 il yarım əvvəl döyüşüb. Axırıncı döyüşü 2023. Əlcəyi qoydu, yoldaşına da dedi ki, yoldaş da xanımdır bayda. Hə, də. Yoldaşını da qucaqladı, uşağını da qucaqladı ki, dəymən. Əlcəyi qoydunsa götürməyəsən, amma Yes. Xəbibə buradan salamlarımızı göndəririk. Dustin Ya. deyəsən bir əlcəyi qoymuşdan, yoxsa? Yox, Tony də bir əlcəyi Tony də, qoydu. hə, okey. Bir əlcəyi qoydu, o birisini də UFC paketləyib göndərdi özünə deyəsən. Həqiqi. Qutardı da UFC-lə, sonra boxing zad elədi axı. Hə. Maraqlıymış. Amma Tony Paketləyib gedər ha şey. göndərdilər yəni. Yox, yəni ki, birinci güyə saxlamış ki, qayıdaram deyir ki, qayıtmadı Tony bəs. Qalsın. 8 dəfə sənə şans verdiydi. No? Yes. Ölməli idi. Ölməli idi ki, uzaqlaşasan. Tony birazdan BJ Penn kimi videolar paylaşar məncə. Elə indi də paylaşar. Açıb baxsa bəlkə paylaşır. Paylaşıb böyük ehtimalla. Baxmırıq sadəcə olaraq. Buradan da BJ Penn qardaşımıza sağlamlıq arzulayırıq, onu da deyək. Əgər yalan deyirsə, bəlkə də yazıq həqiqətən də ailəsi imposterdir, anası da öyleymiş, bütün ailəsi yalan imiş, bəlkə də doğrudan. Hepsi yalan. Amerikanın oyunu. Deməli, nəyi deyirdik? Bu Keyla məsələsində 2 il yarım əvvəl buraxıb da, yəni. Yes. 2 il yarımdır ki, buraxıb o idmanı. Ona görə o geri dönəcəkmi, geri dönəndə Keyla'ya qarşı necə olacaq? Amma çoxdan məşq eləyir də, Keyla kəməri alanda onsuz da Amandanı çağırdı, qəfəsə gəldilər, üzləşdilər və s. Yəni üstündən müddət keçib, o qədər vaxtı məncə Amanda məşq eləyir, ona görə nəsə ola bilər. Bu döyüşü də yenə vaxtı gəlində danışarıq. Gəldik əziz tamaşaçılar. Arrested for 6th time in 2025. Who, what? BJ Penn. Arrested? 6-cı dəfə 2025-ci ildə For what? nəsə Niyə görə assault, kimisə arrest assault eləyib. Hə. Gül kimi oğlan idi. Greatest lightweight of all time, arguably. Yes. Özdə welterlə light'ın ikisində olub o. Third degree assault pisdir. Yəqin pis olar da. Orada bir yaxşısıdır yəqin, hə? Necədir orada ranking? Bilmirəm, məncə 4 degree ən pis olar. Yoxsa yox, tərsi. Yox, tərs nəymiş? $1000 verib çıxıb. Hə, okey. Onda yaxşıdır 4 degree. Yes. Prosto ki, bu dəlidir, bunu dəlixanaya qoysunlar da, bu əsalt. Özü təhlükəli də adamdır da, kiminsə I'm not üstünə the getsə. Russian. I killed his family and have taken over his mother's identity. He wants me to be removed. Nəsə, he lost it. Yes, videolarına baxırdım da mən. Çıxır ki, evi göstərir ki, bu ev mənim evimdir. Gəlmişəm ki, tanımadığım qadın yaşayır. Elə bilirdim mamamdır, səndimə döylüymüş. 30 ildir mənə əlladı, mamamın yerinə. Amma döyüş əslində yaxşı karyeradır. Və welterweight çempionu da olub ha. Yes. Özü əvvəl welterweight olub, sonra light'a düşüb light'ı da olub. Light'da döyüşürmüş. İndi nə bilək ki, bu aldığı zərbələrdən olub olmayıb. Onu bilənmirik də. Onu bilənmirik. Aldığı zərbələrdən olsa Tony bu dəqiqə gərək atsın cəmaatı qabağa. Xəbib bu dəqiqə gərək nə vəziyyətdə olaydı. Xəbib amma heç bir zərbə. Onu Ya gərək məsələn, al. Məhəmməd Əli özü çox zərbə almayıb bax belə baxanda. O söhbət deyil məncə. Məhəmməd Əlinin özünün bir Dan Hooker bu dəqiqə Hooker olardı gərək elə o qədər. yes. Dustin Yəni özü. atardı prosto. Yo, Məhəmməd Əlinin bir dənə videosu var. Deyir, I'm the world champion, I'm the best, greatest ever. I'm world champion, I ain't got any snitch on my face. O var bir dənə. Onu o zaman I ain't got any bruise. Hə. Heç sifətimdə heç bir yara izi, heç zat yoxdur. Dünya çempionuyam. Mən yaşamış ən yaxşı boksçuyam. O yan bu yanda ya. Yəni ki, bu iş elə idi o vaxt. Qalanların içində yox, yaşamışların içində. Yes. Yes. Which o vaxt elə idi də belə baxanda. Yes. Zərbə də heç almayan bir döyüşçü idi Məhəmməd Əli. Parkinson zərbə almayanlar da olur da, yəni orada bir şey yoxdur. Demək ki, deyil. Amma BJ Penn-inki valla zərbədən alan oxşur. BJ Penn heavyweight-də zata da döyüşüb özdə. Döyüşər. Open weight-də döyüşüb yəni. BJ Penn köhnə old school fighterdir də bildiyin, hə? Ki yəni qaqaş fərqi yoxdur. Anytime, any place. GSP deyir ki, məncə deyir greatest of all time BJ Penn-dir məsəl üçün. Hə. Valla bir boşuna deməzdən indi. Buranı bipləyərik. Özün olduğu üçün he recognizes that at least ki, bu oğlan başqa şeydir, mənimki başqa şey. Yes. Buradan GSP-yə də salamlarımızı deyirik. Pişik kimidir. Amma mənə görə qaqaş GSP o da ölməsin. Pişik deyirsən. Ha, şey bağlayırlar ya, davam eləyək çıxaq birazdan.
Nəyə bax? Obyekti işıqları söndürdülər, bağladılar. Onda bağlanır. Buranın qapısı bağlanır ki, amma. Yox da, prosta nə bilim. Okay. Security. Yes. İndi keçək, this is time. This is the moment you've all been waiting for. This is the time we weren't waiting for. Heç belə bir şeyin də olmağını istəmirdik. Paddy Pimblett, Justin Gaethje interim title üçün dalaşırlar. Niyə? Çünki Nelk Boys o vaxtı şeylə mırtdaşırdılar. Çox qəşəng oldu. İlya Topuria ilə ki, qardaş, İlya qayıdır ki, bəs mən yoldaşımı Miami-dən tapmışam. Miami-də bilənlər bilir ki, ailə üçün yer deyil. Yes, qeyb yoldaşı oradan tapmazsan. Bununla mırtdaşırlar, bu da biraz əsəbləşir zat. İndi məlum oldu. İndi yenə bir Vallahi deyirəm elə də öyle bro. Mən o biri cür eşitmişəm, tərsini eşitmişəm mən. İlya çit edirsən. Eşitmişəm, yes. Vallahi bilmirəm. İlya başım Twitterə basıb ki, Twitter indi köhnə uşaqlar bilər. X platformasına yazıb ki, bəs mənim bu dəqiqə vəziyyət o deyil, boşanırıq, uşaqları yeri-bəyər eləmək lazımdır zat. O mənə biraz şey gəldi açığı, əslində elə o moment indi idi. Boşanırıq deyəndə nə edirsən ki, sən boşanır da. Lawyer orada işləyir, uşaqlar məktəbə gedir. Yox, gəlib uşağı deyir, görmək istəyirəm. Deyir, ailəmə, şəxsi həyatıma vaxt ayırmaq istəyirəm, deyir. Boşanıram deyə yox. Nə deyir bu çətin zamanlar? Arvadla da elə bir ki, arvad uşaqla vəziyyəti düzəltmək istəyir. Deyirsən o cheat eləyib deyir. O biri cheat eləsə barışmaq istəyir da, İlyan kim recognize eləyər Goat kimi. Alsın tulluyarlar elə recognize eləyərlər də İlyanı ya. Gürcüstan cəmaəti, onlar da bizim qardaşlarımızdır. İnanmıram, İlya cheat eləsin nəsə. Çünki İlya həmişə şeyi trash eləyirdi. Yox, İlya başım qayıdıb ki, ailəyə vaxt ayırmaq istəyirəm, arvad uşağa vaxt ayırmaq istəyirəm. Balaca qızım üçün deyir, çox darıxmışam. Allah bütün balaca qız uşaqların, balaca oğlan uşaqların, böyük qız, böyük oğlan, bütün övladlarımızı qorusun. Böyüklərə də hörmət eləsin, kiçiklərə də sevgi versin. Bunlar ayrı öz yerində. İlya da o mənada bildirib ki, yəni mən də deyib uşaqlar üçün darıxmışam, bəsdir day, özümü işə vermədən. Wife files for divorce. Deyirsən? Vallahi o biri cürdür deyə bilirəm mən. Yəni ki, arvadla şu ailəsini təzədən bir yerə yığmaq istəyir. Ona görə bir müddətli idmandan uzaqlaşıb. Özdə demişdi ki, mən İlya yəni belə deməyib ha. Deyib ki, qardaş götür kəməri getsin. İlya yəni interim istəmir. Orada da çox İlyanı appreciate eləyirəm mən. Deyib ki, qardaş götürün aparın kəməri, mənə lazım deyil. Təzədən deyir, mən özümə gələndə dalaşaram. UFC deyir, lazımlı matchmakinglər eləsin, kəməri kimə lazımdırsa versin, qalsın. Qalsın, mən sonra özümə gələndə təzədən gələrəm də, döyüşərəm o yan bu yan. Və UFC də deyib ki, ya, elə şey eləyənləri interim kəmər veriblər. Amma İlyan'a da orada hərəkətini xoşladım ki, deyir, mən divisionu şey eləmək istəmirəm də yəni. Nəysə, Allah özü kömək olsun, ailə qurmaq elə asan iş deyil ki, dağıtmaq da asan da olsun. Nice on. Punch in the face. Does that make you sick to your stomach? To be honest, I felt really bad, but for the other guy because I knew that he was gonna. I knew what. I was saying, like, baby, you should have a little bit of mercy. Did you have mercy? No, he didn't. Nəysə, indi Allah özü kömək olsun. Kömək olsun. UFC-nin və bu tema üçün solution nədir? Gaethje ilə Paddy. Solutionumuza çox maraqla yanaşdıq. Yes. Ki bu Gaethje ilə görmək istəmirik də Paddy. Nəysə, amma görəcəyik. Paddy, Gaethje, məncə Paddy. Paddy Arman özü qəşəng döyüş idi. Paddy Arman gedərdi deyərsiniz. Armana burada qonşumuz Armana. Burada bir badaraq gəldilər. Amma yəqin işlər belə gətirib. Mənə elə gəlir ki, Gaethje zaman Arman İlya ilə dalaşasıdır. Məncə elə bu arada Max Holloway də onların biri ilə döyüşdürmək olardı. Əgər Max amma şey sıxıntı deyil. Arman olmursa. Max'i prosta Armana versən boğub atar ya 2 dəqiqə. Bilmək olmaz. Max yəni güləşmək. Max'i şeyə versən, Oliveira'ya versən boğub atan bir Armana versən boğub ata bilir. Veriblər də hələ boğub atmayıb atar amma. Oliveira'ya. O vaxt uşaq vaxtı dalaşıblar, onu deyirsən, hə? Yoxsa yəni Oliveira'ya çıxmışdı uşağın. Hə? İndi dalaşacaqlar da, yəni boğub atacaq məncə. Hə, elə olacaq deyirsən. Mən elə görürəm. Oliveira heç kimi takedown eləyənmir məncə. Oliveira belə həmişə Allah gətirir, necəsə yerdə döyüş olur. Allah gətirmir də demək ki. Ya Clinch'dən gətirir də yəni. Hə, Clinch'dən amma kişi kimidən aparır. Hə, demək ki, eləyir onu, yes. Amma bu 10 ildə də bir dəfə güləş məşq eləmədi Max Holloway. Heç eləmədi.
Nəysə. Cover da eləmədi. Bu da bizim UFC. Heç çalışmadı ki, zərbələri dəmir kimi olsun. Ya. Heç olmasa belə jüm eləyərdi. Amma kimisə nakavt elədi də. Justin Gage-ni. İndi title fight-a çıxan əziz tamaşaçılar. Justin Gage axırıncı döyüşdə nakavt, yox, axırıncı fiziyə vurmuşdu. Hə, Amma fiziyə vurmaq elə çempionluq kimi bir şeydir. Knockout da, amma bilsən necə knockout? Yəni 5 round döydü, it günə qoydu, 5-ci roundda da knockout elədi. Amma bir-iki dəfə zad knockdown zad eləmişdi. It wasn't even close fight da. Yəni. No, it wasn't. Yes. Çox pis günə qoydu sonra. O insan bu dəqiqə mən, okay, Justin Gage legend for whatever reason we call him Qəşəng legend. back spin şeylər eləyir də, niyə elə deyirsən? Amma yəni ki, bu nətər bu? Oliveira ilə çıxdı, 1-ci raundda submit oldu. Xəbib ilə çıxdı, 1-ci raundda submit olasıydı, zəngi çaldılar, 2-ci raundda submit oldu. Özü olurdu, birdə də submit olurdu. Olurdu, biraz 30 saniyə, 40 saniyə olsa gedir. Vaxtı saxladılar, elə 2-ci raundda 30 saniyədə submit oldu. Amma bu, yəni bu nədir? Bu niyə israrla title'a çıxardılar ki? Və deyəsən ki, submit olur, sonra gəlir. Amma mən açıq o döyüşə həyəcanlıyam, çünki çox maraqlı olacaq məncə. Qansı yerinə axmasa da 1-2 raundluq ömrü var o. Pərdini uda bilər, yəni ki, əlində gücü var falan. Pərdi özdə şeyin əli aşağı bir uşaqdır. Şeyin də boksu çox yaxşıdır. Boksingi yoxdur Pərdinin. Gage amma boksu zadı quddur. Gage'inin çox yaxşıdır falan. Özdə MMA boksu çox quddur. Amma mən 1-2 dəfə kimin knockout eləyəndə baxırdım. Knockout yox. Fizik əvəzədə kombinationları var, onun armayını özdə belə o clinchdə iyrənc bir vəziyyətdən qəşəng zərbələr qoyur. Amma yəni fikir düşünülmüş də, rəndim yox. Nəysə, oyunçu aparsın. Oyunçu aparsın, hə, bu döyüşü də veriblər. Bir də dalbadal bir həftə sonra başqa UFC tədbiri var. O da ki, təzə özünə bağlanan Alexander The Great Volkanovski. The Greatest Volkanovski kimlə dalaşır? Axırıncı dəfə 5 round döydüyü Diego Lopezlə. Yes. Çox gözlədiyimiz bir döyüşdü bu. Yes. Nə qədər contender var idi, heç birinə vermədilər. Top 5-də 2 dənə undefeated uşaq var, onların ikisinə verməyiblər. Hansı ki, bu undefeated uşaqlardan biri Diego Lopezlə döyüb. Bəli. Belə bir absurddur. Götürə elə kimi? Movsar Yevlayev. Diego Lopez'i döyüb, özü undefeateddir, 19-0-dır. Yəqin olmayıb da, yəqin deyiblər ona, o da deyib ki, sağ olun ki, mənə belə təklif edirsiniz. Movsar qayıtdı. Movsar ümumiyyətlə çox maraqlı karakterdir. Title fight xaricində hər şey istəyir. Movsara deyiblər ki, məsələn də tutaq ki, deyək ki, məsələn Movsara deyiblər ki, sən top 5-sən, undefeatedsən, amma sənə verə bilmərik çünki sən, məsələn, nə bilim, Lopez kimi spinning elbow ilə knockoutun yoxdur. Sən finish eləyənmirsən fightları, yaxşı. Finish ola da bilmirsən, eləyə də bilmirsən, heç bir finişi yoxdur axı UFC-də. Lopezin amma spinning elbow'su var məsələn, düzdür? Hə, bəs onda Leron Murphy-yə niyə verməyiblər ki? Leron Murphy də undefeateddir, knockout da eləyir, spinning elbow ilə də eləyib özdə. Onu deyirdim ha. Bir də ki, Leron Murphy-nin işini tanımır. Hə, yes, good point. Iron Pick onu mən də udardım. Və indi bir dənə də məsələyə gələk, Bu arada məncə Leron Murphy çox yaxşı döyüşçüdür. Yes. Ruby MMA-də məşq edir özdə. Deməli, Manchester uşağıdır özü. Deməli, Movsar neyniyib? Bu şeydən sonra neyniyib Movsar? Bu xəbərlərdən sonra. Neyniyər məsələn Movsar neyniyər belə bir? Twitterə yazar ki, aha. What a great matchup. Yox, tapamam. Movsar həmişə öz fight'ını istəyir axı, özünə hype axtarır. Fight axtarır, nə axtarar? Udanla mən dalaşım deyir. Movsar qayıdıb Murphy-yə yazıb ki, number 1 contender üzərində döyüşək. Qəşəng yazıb amma. Qəşəng yazıb. Movsar həmişə number 1 istəyir. Həmişə number 1 contender istədi. Keçən dəfə Yair Rodriguez deyirdi ki, mənə Volkanovski verin. Movsar Yairə yazdı ki, gəl döyüşək number 1 contender. İndi şeydir. İstəmir də humble uşaqdır, yəqin çempion olmaq istəyir. Murphy də deməyib, amma Movsar sən nə bilim beləsən, eləsən. Murphy də yaxşı uşaqdır axı. Murphy də qayıdıb ki, qardaş döyüşməyinə. Yo. Murphy də qayıdıb ki, qardaş döyüşməyinə problem yoxdur. Prost deyir, bu dəqiqə number 1 contender mənasızdır. Bu döyüş sistemi deyir, haqsızlıqla idarə olunur deyir. Bu dəqiqə what the hell number 1 contender means. O sözün deyir ki, hörməti qalmayıb, ağırlığı qalmayıb. Qayıdıb buna. Qəşəng deyib, amma. Qəşəng deyib. Döyüşsəydi, utsam ki, mən sonra volk verəcəklər mənə. Yox. Nəysə, bir politics gedir də orada baş. Baxa bilmirik, qardaş, istədiyimiz döyüşləri görə bilmirik. Nə var, Meksikalılar baxır.
Allah'ın olsun. Ona da Aljamain Sterling o yazdı. Yazar. Həmin şeyi mən Mofsarla Murphy-nin yazışmasını Yes. Twitter'da görmədim də, Instagramda gördüm. Twitter'da Alcon'u verin dalaşsın da Volk'la. qəşəng döyüş olar. Misal bu üçün. arada. Çox qəşəng döyüş olar. Alco da özdə win-dən gəlir. Number-da 5-dir, 6-dır nə deyə. Yəni Alco elə belə deyil. İndi və Alco çox qəşəng fighterdır. Yes, çox Yaşı da çoxdur, tanınırlığı da var. İndi Yaxşı da oğlandı. Yaxşı da oğlandı. Volk'la train edir də amma. Yes. Döyüşər amma, döyüşmək istəyər. Döyüşər. İndi bir də nə deyəsiydim? Deməli Twitter'da gördüm bunu mən. Twitter'da yox, Instagramda gördüm ki, Twitter'dan screenshot, ekran gülləməsi paylaşıblar ki, bəs belə bir söhbət gedir də Volk'la, şeylə, Mofsarla Murphy'nin arasında. Instagram postu idi bu. Girdim kommentlərə, birinci komment kimin olsa Mofsar. Alco yazıb ki, UFC-ni deyir, boksa çeviriblər. Bütün teması deyir UFC-nin o idi ki, boksdan fərq edir ki, best fighting the best. Deyirində o tema yoxdur. Pure nonsense. Ancaq deyir, it's all about. Deyir, hər şey bu dəqiqə kim populyardır ondan asılıdır. Başqa heç nə. Amma bir şey də deyim. İndi bu UFC move-lar eləyir ki, Paramount-da partlatsın da bu. Ha, sizə görə eləyir də yəni. Açığı da hamı ondan faydalanar da ki, şirkət böyüsə. İndi düzdür bu dəqiqə, yəni bizim ağlımıza gələn Deynanın ağlına gəlməyib deyirlər. Deyir gəlib də onlar. Allah mənə elə gəlir ki, səhv addım atıblar bu dəqiqə. Yəni bu tək sən buna etiraz eləmirik də. Mənim gördüyüm o UFC səhifələri izləyirik. Bəlkə bu bir political move-dur. Məsələn, bunu eləyir, sonra təzdən hər şeyi bərpa eləyir. Cəmaət deyir ki, UFC həqiqəyirmiş. Onu eləsə var. Amma məncə yəni bu tipli məchaplarla bu müsbət bir nəticə verməyəcək. Onu demək istəyirəm. Onu deyirlər, Yəni bu çünki hamı narazıdır. Əvvəlki məsələn əvvəl Mofsarın döyüşməməyindən mən narazı idim. İndi Mofsar öz döyüşə narazıdır. İndi Mofsardan narazıdır və ümumi UFC fanatları narazıdır. Bir var ki, biz ən yaxşının döyüşünü görmək istəyirik, amma cəmaət prosto ən maraqlı döyüşü görmək istəyir, o başqa. Amma bir də var ki, UFC nə cəmaata oynayır, nə bizə oynayır, elə bilir ki, cəmaat oynayır. Səhv bir şey seçib məncə. Onu indi görəcəyik, ya da o sən dediyin politikal şey olacaq. Səhv bir şey seçməzlər. Ola bilər də arada bir səhv eləyə bilərlər. Yəni hamı etiraz edirsə məncə. Ya işlər elə gətirib bəlkə. Hamının etirazı ki çoxdur da. Hə, də hamı etiraz edir. Səncə məsələn Johnsonla Stipe'yə hamı etiraz eləmişdi. Hə, nə qədər adam aldı o pay-per-view-nu? Məncə almadılar yəni. Yəni amma Xəbiblə McGregor heç kim etiraz eləməmişdi. Çox adam da aldı. Bu indi McGregor başqa example dayan bəyənə, elə olsun başqa fightda yəni. Yəni cəmaət etiraz eləyəndə o döyüşə baxmır da həqiqətən. İndi biz o etiraz eləmədik hamısına baxırıq. Bəli, biz tamaşaçılarımız baxmırıq. Bəli. Average o. Bu qədər. Bu qədər çox bu qədər deyən nə qədər olsun? 47 dəqiqə 47 saniyə. Qarşıdan Mərabın döyüşü gəlir. Onunla bağlı videomuz olacaq. Olar, çəkərik. Çəkərik bir dənəsini ondan. Baxarıq da, çəkərik. Çəkərik. Yox, çəkib sonra baxarıq. Çəkib sonra baxarıq, o da olar. Bu videoya əziz tamaşaçılar bir view gəlsə, onu çəkəcəyik. Bəli. Özümüz baxarıq onda. Söz veririk. Bu videoya maksimum, minimum bir video gəlsə, Merab və bir subscriber itirməsək. Merab videosu gəlir. Bu qədər. Sağ olun, salamat qalın. UFC update-lərini sizlə bölüşdük. Bilirsiniz ki, yəni xəbərlər olan kimi gecə ilə biz çəkirik. Yes. Oldu, bye. Bye bye, Drakaris.